Hər vaxtınız xeyir. Ağdamda sakinlərin bu günlərdə köçəcəyi binaların içərisində təmirli evlərə girmişəm. Çünki məndən xahiş etmişdilər ki, təmirli evləri də çəkim. 2 yanaşı 3 otaqlı evdir. Deməli, bunun biri baxır həyətə tərəf. Yanındakı baxır məscidə tərəf. İndi ikisini də sizə göstərəcəm. Bax, bu həyətə girən, həyətə baxan evdir. Bax, bu belə bir qonaq otağıdır. Görürsünüz, bax, balkonudur. Həyətə baxır, bağçaya. Dənə pəncərə. Belə sadə, zövqlü, qəşəng aboy vurublar. Mən açıq rəngli, monoton aboyları bəyənirəm. Xoşuma gəldi. İşıqlı görünür, qəşəng ağdır. Hamam. İkinci sanitar qovşaq, mətbəx, mebeli də qoyulub, xeyirli olsun sahibinə. Bu balkonda həyətə baxır, bu bir otaq, yataq otağı, bax bu pəncərə bayaq göstərdiyim həyətə baxır, bu 2 bina ilə arasındakı yaşıllığa baxır. Buradan üzü bu tərəfə, dağlara, Xıdırlı tərəfə qəşəng mənzərə var. Bu isə növbəti otaqdır, 3-cü otaq. İndi bunun qapı bir qonşusunda olan 2-ci 3 otaqlını göstərirəm sizə. Buradan çıxdıq, giririk bu bir sevə. Bu da 3 otaqlıdır. Burada girən kimi solda bir dənə otaq. Baxın, pəncərəsi bunun baxır məscidə. Görürsünüz, bu video elə bir ölçüdədir ki, məscidi uzaqda göstərir. Amma əslində məscid çox yaxındadır, buradan belə gözlə baxanda yaxın məsafədədir. Buranın qarşı tərəfi açıq hava altında İşğal muzeyinə düşür. Yəni bu pəncərələr, bu eyvanlar açıqlığa, parka açılacaq. Onun paralelində də məscidin qarşı tərəfində mərkəzi park olacaq. Üzü bu tərəfə də Muğam mərkəzi görünür, Ağdam City Hotel görünür. Yəni bu ev yola baxır. Köhnə 20 yanvar küçəsi. Bu bir otaq. Burada məlumat aldım ki, 3 otaqlı mənzillər